Deməli, el arasında belə bir deyim var ki, şeker xəstələrinin bir barmağını kəsdinsə, o biri barmaqda qaralacaq, o biri barmaqda kəsiləcək. Bunun əsas səbəblərindən biri nədir? Yəni, burada əsas birinci barmaq götürülüb və üçüncü barmaq götürülüb. Xəstədə bu ikinci barmaq ən yük düşən barmaq hesab olunur. Yəni, xəstə əgər əməliyyatdan sonra bu barmağı qorumayacaqsa və yaxud ona uyğun ortopedik ayaqqabılar giyməyəcəksə, güc bu barmağa düşür və barmağın uç hissəsi mütəmadi olaraq ayaqqabıya dəydiyi üçün burada bir yara əmələ gəlir və nəticədə qanqreniyaya səbəb olur. Yəni, deyək ki, burada ayaqda qan dövranı normaldır, amma səbəb kontakt nəticəsində yaranan bir osteomiyelit barmağın sümüyünün çürüməsi nəticəsində barmağı qanqreniyaya uğraya bilər. Biz bunu çalışacağıq, saxlayaq əlbəttə ki, amma barmaqların itirilməsinin əsas səbəblərdən biri budur. İkinci səbəb də ayağa qan dövranının pozğunluğu nəticəsində, o problemi nəticəsində qan dövran eləmədiyi nəticədə barmaqlar qaralıb qanqreniyaya uğraya bilər.